Salam, bu gün baxırıq yarımkeçiricilərin elektrik keçiriciliyinə. Yarımkeçiricilərin elektrik keçiriciliyində müqavimət nəylərdən asılıdır? Birincisi şüalanmadan, işıqlanmadan, aşkarların əlavə olunmasından və bir də ən vacibi temperaturdan. İndi baxaq görək temperaturla necə asılıdır. Başlayaq ilk öncə xüsusi müqavimətdən. Xüsusi müqavimət temperaturla tərs asılıdır yarımkeçiricilərdə. Onsuz da müqavimət özü də birbaşa xüsusi müqavimətdən asılı olduğuna görə, elə müqavimətin özü də xüsusi müqavimətdə temperaturla necə asılı olacaq? Tərs asılı olmuş olacaq. İndi gələk nəyə? Yarımkeçiricilərin növlərinə. Yarımkeçiricilərin iki növü olur. İki növü ilə tanış olacağıq. Bir, aşkarlı, bir də aşkarsız. Aşkarsız olana biz deyirik məxsusi yarımkeçiricilər və ya təmiz yarımkeçiricilər deyirik. İndi gəlin, bax, bu məxsusi olanın özəlliklərinə baxaq. Hansı özəllikləri var? Əvvəla, əsas yük daşıyıcılar, deşiklər və elektronlardır. Deşikləri şərti olaraq müsbət, elektronları da mənfi adlandırırıq. Burada məxsusi yarımkeçiricilərin ən əsas özəlliklərindən biri odur ki, deşiklərin sayı elektronların sayına bərabərdir. İndi gəlirik aşkarlı. Aşkar nə üçün istifadə olunur? Hansı ki, bayaq demişdik ki, müqavimətdə aşkardan tərs asılı idi. Aşkarlar əlavə olunur elektrik cərəyanını artırmaq üçün. Əlavə, kənardan aşkar əlavə edilir. İndi gəlin, bax, bu aşkarların hansı növü var, ona baxaq. Aşkarlar donor və akseptor olmaqla iki yerə bölünür. Əvvəla, gəlin donora baxaq. Baxın, əlimizdə bir dənə yarımkeçirici olaraq bir element götürək. Məsələn, deyək ki, dördüncü qrup gəlin götürək. Dördüncü qrup bir element götürürük. Bu dördüncü qrup elementdə 4 dənə elektron, 4 dənə yer var və dördündə də elektron var. İndi biz buna kənardan aşkar olaraq əlavə bir dənə başqa qrup element gətirəcəyik. Və bu qrupa biz deyirik akseptor. Akseptora həm də P-tip deyirik. İndi niyəsini birazdan göstərəcəm. İndi akseptorda əlavə gətirdiyimiz, bax, ikinci elementin qrupu bunun bizim hal-hazırda götürdüyümüzün qrupundan kiçik olmalıdır. Məsələn, bunun qrupunu biz 4 götürmüşüksə, digərinin qrupunu 3 götürəcəyik. Burada akseptor nə deməkdir? Alan deməkdir. Yəni, alan deyəndə nəyi nəzərdə tuturuq? Bax, bu gətirdiyimiz aşkardan söhbət gedir. Alan, bax, bu gətirdiyimiz aşkardır. İndi görək, burada nə var? Gətirdiyimiz aşkarın qrupu, deməli, özümüzün götürdüyündən kiçik olduğu üçün, burada məsələn 4 yer varsa, burada 3 dənə elektron götürək. 3 dənə elektron var. Bir yer boşdur. Biz onu yaxınlaşdıranda, bax, bu dördüncü qrupdan elektronun birini verəcək bura. Birini verdi, nə baş verəcək? Bax, buradakı yer boşaldı. Burada yer boşalan kimi, təkrar, bax, buradakı elektron keçəcək bu tərəfə. Bu, bura keçəndə buranın yeri boşaldı. Sonra təkrar digər elektron bura keçdimi? İndi bu başlayacaq, bu yer boşalacaq. Gördünüzmü? Beləcə deşiklər neyniyəcək? Deməli, akseptor olanda elektronlar, bir dəqiqə, elektronlar bu istiqamətdə hərəkət edəndə deşiklər onun əksinə, əks istiqamətdə hərəkət edirlər. Və bu arada elə onu da deyim ki, elektronlar axı mənfi yükdür. Elektronlar da cərəyan şiddətinin əksinə hərəkət edirlər. Gəlin bir də xatırlayaq, yadımıza salaq ki, yadınızdadsa cərəyan şiddəti necə idi? Müsbətdən mənfiyə doğru hərəkət edirdi. İndi onda belə çıxır ki, elektronlar cərəyan şiddətinin əksinə hərəkət edirlər. Deşiklər isə elektronun əksinə. Yəni, deşiklər cərəyan şiddəti ilə eyni istiqamətə gedir, elektronun əksinə gedirlər hər ikisi. Və burada ikinci gətirdiyimiz, bax, bu əlavə element ki var, bu elektron aldığına görə buna deyirik akseptor, aşkar. Yəni, alır da, vermir. Alan deməkdir. İndi bunu bildik, niyə akseptor deyirik. Və burada əsas yük daşıyıcılar olaraq, yük daşıyıcı nəyi götürürük? Deşikləri. Yəni, əsas yük daşıyıcılar deşiklərdir. Niyə? Bax, burada yük daşıyıcı olaraq əlimizdəkindən söhbət gedir. Adlandıranda donor akseptor deyəndə gətirdiyimizə baxırıq, aşkarın özünə baxırıq.
Ancaq yük daşıyıcı olaraq əlimizdəki hazır olana baxırıq. Birinci tərəfə baxırıq. Birinci tərəfdə əsas yük daşıyıcı nə oldu? Deşiklər oldu da. Gördünüz, deşiklərin sayı artdı sola doğru. Ona görə buna biz deyirik nə? Deşiklər. Əsas yük daşıyıcılar oldu deşiklər, qeyri-əsas yük daşıyıcılar oldu elektronlar. Bax, bu aşkarın yük daşıyıcısına qeyri-əsas deyirik. Əlimizdəkinin yük daşıyıcısına isə əsas deyirik. Hal-hazırda akseptor tipli və ya P tipli aşkarlarda əsas yük daşıyıcı oldu deşiklər, qeyri-əsas yük daşıyıcı oldu deməli elektronlar. Burada bir də bunu deyək ki, deşiklərin sayı çox-çox böyükdür elektronların sayından. Niyə? Çünki axı buradan elektron getdi aşkara, burada nə qaldı? Deşik qaldı. Yəni deşik elektrondan çox oldu. Bu sayı mən burada təbii ki, şərti olaraq vermişəm. Çox-çox ona görədir ki, yəni onlar sonsuz saydadır. Biz onu 1, 3, 5 ilə götürə bilmirik. Kifayət qədər böyük saylardadır. İndi gəlirik, akseptoru dedikmi, indi gəlirik donor üçün. Görək donorda nəyə diqqət edirik. Donorda artıq əlimizdə olan element, deyək ki, məsələn, 3-cü qrup elementdirsə, bizim gətirdiyimiz aşkar element 4-cü qrup, 5-ci qrup olacaq. Niyə? Bundan çox olacaq qrupu. Yəni, baxın, burada indi 3 dənə elektron var, deyək ki, biri boşdur. Gəlin, bunları mən çəkeyim bircə-bircə. Burada 3 elektron var, yerin biri boşdur. Ancaq burada da doludur. İndi nə baş verəcək? Bax, bu kənardan gətirdiyimiz element ki var, bura bir dənə elektron keçirdəcək. Bax, bu boş yerə. Gəldimi elektron bura keçirdimi? Bura elektron keçirdəndə bu tərəf özü boş qalır. Və boş qalanda burada nə baş verəcək? Boş qalan yerə bu birisi elektron keçir, bura boş qalır. Sonra bu bura keçir, bura boş qalır. Və neynir? Deşiklərin istiqaməti bu istiqamət olur. Elektronun istiqaməti bu istiqamətə olur. Cərəyan şiddətinin də istiqaməti elektronun əksinə olduğu üçün bu tərəfə götürəcəyik. İndi burada adlandırmağı, buna niyə donor deyirik? Çünki gətirdiyimiz, bax, bu kənardan ki aşkar var ha, aşkar neynədir? Buna element verdi, elektron ötürdü. Yəni bunu donor kimi gətirmişik ki, bizim kəm elektronlarımızı tamamlasın. Ona görə biz buna deyirik donor. Bəs niyə N tipli deyirik? Çünki neynir? N nə idi? Elektron idi. Bax, bu əlimizdəki bu əsas olan, oradan neynədir? Elektron aldı. Yəni, bax, bu əsas, axı biz demişdik ki, birinci tərəf əsasdır, ikinci tərəf qeyri-əsasdır. Birinci tərəf nəyin hesabına oldu? Yük daşı, elektron. Onda deyirik ki, əsas yük daşıyıcı elektrondur. Qeyri-əsas yük daşıyıcı deşikdir. Və əsas yük daşıyıcı elektron olduğuna görə də donora dedik N tipli. Yəni, baxın, akseptorda gətirdiyimiz, kənardan gətirdiyimiz aşkarın deməli, qrupu əlimizdəkinin qrupundan kiçik olur. Ancaq donorda kənardan gətirdiyimizin qrupu əlimizdəkinin qrupundan böyük olmuş olur. Gələk nümunələr üzərində biraz öyrəndiklərimizi tamam bərkidək. Məsələn, burada sualda soruşur, germanium neçənci qrupdur? 4-cü qrupdur. Bax, bu 4-cü qrup. Cədvəldə hansı qrup elementi aşkar kimi daxil eləsək P tip yarım keçirici olar? Burada bir dənə əlavə aşkar gətirdik. P tip nə deməkdir? Yəni, burada deşiklər yaranır. Biz elektronu veririk bu tərəfə, burada deşik yaranır, deşiyin hesabına işləyirik. Elektron ötürüldüsə aşkara, deməli aşkarın qrupu daha zəif imiş ki, məsələn, deyək 3-cü qrup, 2-ci qrup, yəni 4-dən zəif imiş ki, biz buradan buna elektron ötürmüşük. Ona görə biz nə edəcəyik? 4-dən aşağı olanı götürəcəyik, məsələn 3-ü. Bu belə. İkincisi də, yəni bu tip yadınızda deyək ki, qalmadı. Məsələn, burada bizə 4 verir və verilənlərin görürsünüz, hamısı 4-dən böyükdür, bircə dənəsi 4-dən kiçikdirsə onu götürürük. Keçdik indi ikinciyə. İkincidə baxırıq. Əlimizdə var bir dənə 4-cü qrup. Düzdürmü? 4-cü qrupu qoyduq bura. İndi bir dənə də buna aşkar gətirməliyik. Bizə deyir, elə bir aşkar gətir ki, hansı qrup elementi aşkar kimi daxil etdikdə N tip olsun. N nə deməkdir? Yəni elektronların hesabına. Yəni bax bu əsas əlimizdəkində elektronlar oynayır. Yəni buradan aşkardan bizə elektron verilməlidir. Onda götürdüyümüz aşkar 4-cü qrupdan böyük olmalıdır ki, biz ondan elektron ala bilək. Bu da hansı olar? A variantı olar.
Keçdik digər suala. Məsələn, gəlirik 19-cu sualda. 19-cu sualda bizə bir rezistor verib, bir də termistor verib. Gəlin bunlar haqqında danışaq. Biz rezistorla öncədən tanış olmuşduq. Hansı ki, yadınızdadır? Müqavimət metallarda, naqillərdə müqavimət. Müqavimət temperaturla naqillərdə necə asılı idi? Düz asılı idi. Yəni qızma olanda, temperatur artanda müqavimət də artırdı. Burada da keçərlidir. Rezistorda müqavimət temperaturla düz asılıdır. Ancaq termistorda müqavimət, baxın termistorda temperaturla tərs asılıdır. İndi gəlin suala baxaq. Məsələn, bizdən soruşur ki, bizə deyir ki, daha doğrusu, rezistoru və termistoru qızdırdıq. Yəni hər iki halda temperatur artdı. Baxaq, temperatur artanda birincidə temperaturla düz asılı olduğu üçün bu da artacaq. Rezistorda. İndi gələk termistora. Termistorun ya üzərində belə bir xətt olacaq, ya da bax burada kənarda bir çıxılı T hərfi. Termistorda isə temperaturla müqavimət tərs asılı olduğu üçün buradakı müqavimət azalacaq. İndi gələk cərəyan şiddətlərinə. Axı müqavimətlə də cərəyan şiddəti tərs asılı idi. Əgər birinci halda müqavimət artıbsa, deməli cərəyan şiddəti azalacaq. I1 azalacaq. Gəldik ikinci hala. İkinci halda müqavimət azalıbsa, deməli cərəyan şiddəti artacaq. Yəni I2 artacaq. Gəlirik növbəti suala. Növbəti sualda yenə bizə bir rezistor verib, bir termistor verib. Baxın, burada da balaca T hərfi var. İndi burada nə edirik? Soyuduruq. Yəni ümumilikdə temperaturumuz aşağı düşür. Rezistorda müqavimət temperaturla düz asılı olduğu üçün müqavimət də azalır. Termistorda isə temperaturla tərs asılı olduğu üçün müqavimət artır. İndi keçirik cərəyan şiddətinə. Cərəyan şiddəti də müqavimətlə tərs olduğu üçün buradakı müqavimət düşürsə, buradakı cərəyan şiddəti artır. Buradakı müqavimət artırsa, buradakı cərəyan şiddəti azalır. Sual verə bilərsiniz ki, buradan müqavimətə girincə elə niyə birbaşa demirik ki, soyutmada cərəyan artır? Niyə? Çünki biz dolayısıyla yəni getməyək, birbaşa müqavimətdən giriş eləyək ki, bizdə hər zaman cərəyan şiddəti soruşmaz. Olar ki, bir dəfə də gələr gərginlik soruşar. Yəni hər şey müqavimətin başındadır, müqavimətin oyunudur. Biz müqaviməti tapıb oradan digərlərinə keçid eləməliyik mütləq şəkildə. Gələk digər suala. Məsələn, bax buradakı bu sual var. İndi burada nə var? Diod var. Yarım keçirici diod var. Burada nə edəcəyik indi? Bizə deyir ki, hansı lampa yanmaz? Biz nə edirdik? Müsbətdən cərəyan axırdı. Müsbətdən başladıq cərəyanı axıtmağa. Gəldik, buradan keçdik. Baxıram ki, bax bunun üzərindən keçdi, bu yanar. Bunun da üzərindən keçdi, bu da yanacaq. İndi gəl yuxarıya baxaq. Yuxarıda baxdıq, gəldi, keçdi və diodun 3 hissəsi ilə qarşılaşdı. Baxın, bu diodun 3 hissəsindən keçməyəcək cərəyan. Bu tərs keçiddir. Cərəyan əgər bax bu oturacaq hissədən keçərsə, onda düz keçiddir. Burada tərs keçid olduğu üçün bir lampası yanmaz. Digərlər hamısı yanar. İndi gəlirik 23-ə. 23-də isə fotorezistordur. Baxın, mən bu yarım keçiricilər haqqında ayrıca xüsusi olaraq hər birinə dair video çəkmişəm. Yəni hamısını yığıb bir dənə videoda cəmləşdirmişəm. Onların özəlliklərini, xüsusiyyətlərini tövsiyə edirəm ki, ona baxıb sonra test işləyəsiniz bu mövzuda. Baxaq indi. Fotorezistorda işıq şüası düşür, seli düşür. İndi bizə nə deyir? Düşən işığın intensivliyi artarsa, deməli buradakı müqavimət neyinir? Azalır. Çünki müqavimət intensivliklə tərs asılıdır. Vəssalam. İndi müqavimət azaldısa, cərəyan şiddəti də onunla tərs asılı olduğu üçün cərəyan şiddəti artacaq. Gəlirik voltmetr. Gərginlik isə müqavimətlə düz asılıdır. U bərabər idi I-ə əsasən. Gərginlik müqavimətlə düz asılıdırmı? Onda gərginlik nə edəcək? Azalacaq. Bu azaldısa, bu da azalacaq. Ancaq cərəyan artacaq. Deməli, cərəyan artdı, gərginlik azaldı. Gəldik 24-də. 24-də yenə fotorezistor var və bizə deyir intensivlik azaldı. İntensivlik azalanda müqavimət onunla tərs asılı olduğu üçün müqavimət keyfdədir, artacaq. Müqavimət artdısa gərginlik də artacaq, çünki düz asılıdır. Cərəyan şiddəti əksinə azalacaq. Day qalanlarını özünüz düzərsiniz. Sonra gəlirik bura. Burada yenə baxın.
termistor var. Baxın, bayaq bu xətt yox idi. Sadəcə T hərfi idi. İndi xətti zad da var qəşəng. İndi baxaq nə? Termistor soyutduqda. Termistoru soyutduqda, axı termistorda biz demişdik ki, müqavimət temperaturla tərs asılıdır. Soyuma varsa müqavimət artacaq. Müqavimət artdısa, deməli bax bu lampa nəyəcək? Zəifləyəcək. Axı cəryan azalır. İkinci lampa zəiflədi, azalar. Birinci lampanın isə halına tapot eləməz, özü üçündür, dəyişməz. Dəyişməz azaların olduğu. Gəlirik digər. Məsələn, 28-ci suala baxaq. 28-ci sualda bir dənə termistor var, bir dənə rezistor var. Gəlin indi hər ikisinə baxaq. Bizə dəqiqə. Burada nə deyir bizə? Termistor qızdırılarsa. Termistor qızdırılarsa. Termistor qızdırılır, yəni buradan söhbət gedir. Onda nə baş verəcək? Termistor qızdırılırsa, deməli müqavimət onunla tərs asılı olduğu üçün azalacaq. Müqavimət azaldısa, deməli U da azalacaq. Buradakı gərginlik. U da azaldı. Yəni volt 2-nin göstərişi azalmış olacaq. İndi digərinə baxaq. Burada başlanğıcdakı gərginlik sabit qalmalıdır. Düzdürmü? İndi başlanğıcdakı necə sabit saxlaya bilərik? Axı bunun biri azaldı. Onda məcburuq ki, digərini də artıraq ki, başlanğıcdakı gərginliyimiz sabit qala bilsin. Ona görə biri də artar götürürük. Davam eləyək. Bu arada, bax burada sadəcə termistor qızdırılır. Məsələn, bayaqki suallarda deyirdi ki, termistor və rezistor qızdırılarsa. Hər ikisini deyirdi, ancaq burada birini deyir. Yəni, onu da göz ardı eləmək olmaz. Gəldik 29-a. Termistor soyudularsa, yəni burada temperatur düşür. Temperaturla da müqavimət tərs asılı olduğu üçün temperatur düşürsə, deməli müqavimət artacaq. Düzdür? İndi burada müqavimət artdısa, gərginlik də düz asılı olduğu üçün U da artacaq, gərginlik. Bəs buradakı gərginlik artdısa, axı başlanğıc toxunulmazdır. Məcburam ki, buradakını azaldım ki, nəticə dəyişməsin. Ona görə 1 azalar, 2 artar. Gəldik fotorezistor. Yenə fotorezistora baxaq. Neçənci sual? 31-ci sual. 31-ə ehtiyac yoxdur, yəni hərəsindən nümunə üçün göstərmişəm. Ağlım testə getdi. Baxaq indi. Nə deyir bizə? İşığın intensivliyi artarsa. İşığın intensivliyi ilə müqavimət tərs asılıdır. Əgər işığın intensivliyi artarsa, müqavimət azalacaq. Müqavimət azaldısa, deməli, bax, buradakı cərəyan şiddəti də tərsinə artacaq. I1 artdı. İndi gəlirəm yuxarıya. Yuxarının isə halına tapot eləmir. Niyə? Çünki burada bizdən sadəcə fotorezistoru deyir. Rezistoru demədiyi üçün də ona toxuna bilmədik. O da dəyişməz. Artar və dəyişməz. Gəlirik bu növbəti suala. Növbəti sualda. Fotorezistorun üzərinə düşən işığın intensivliyi azalarsa, intensivlik azalanda müqavimət tərsinə tez artacaq. Müqavimət artdısa, cərəyan şiddəti bu səfər azalacaq. Ancaq ikincinin halına tapot eləməz. İkinci dəyişməz, birinci azalar. Gəldik növbəti bir dənə də termistor var. Burada nə baş verir? Termistoru qızdırdıq. Termistoru qızdıranda temperatur artdığı üçün müqavimət düşəcək. Müqavimət düşdüsə, A1 cərəyan şiddəti artacaq. Bunu bildik. İndi gəlin digər tərəfə baxaq. Bu artdı A1. Axı burada fərqi yoxdur. Bizə demir ki, bayaq məsələn deyirdi ki, rezistor və termistor hər ikisini hesaba qatırdıq. Bu səfər sadəcə termistor qızırsa, bunun buna nə dəxli var ki? Onda A2 dəyişməz, A1 artar. Və gəlirik burada, baxın, izahda dediyim, bax, o istiqamət söhbətinə. Biz bilirdik ki, gəlin bir də xatırlayaq. Deməli, elektron deşiklə tam tərsdir, əks istiqamətdədir. Və deşiklə də cərəyan eyni istiqamətdədir. Deməli, deşiklə cərəyan, yəni P ilə cərəyan şiddəti I eyni istiqaməti olacaq, elektron onların tərsinə olacaq. Baxın, bu da hansına uyğundur? Gəlin baxaq. Məsələn, A variantında cərəyan şiddəti də sağa gedir, P də sağa gedir. Ancaq elektron onların tərsinə gedir. Görürsünüzmü? Deməli, bunu götürə bilərik. Ancaq gəlin indi B-yə baxaq. Elektronla P tip eyni gedir. Deşiklə elektron eyni istiqamətə gedə bilər? Xeyr. Məsələn, burada eyni istiqamətə gedə bilər? Xeyr. Gedə bilər? Yox. Burada isə, bəli, bunlar tərsinədir, sözüm yoxdur. Ancaq, axı, baxın, elektronla cərəyan eyni gediblər, olmaz. Elektronla cərəyan tərs getməlidirlər. Bu da belə.
Sonra bu da bax bayaqçı söhbətdir. Yenə gəlin hər ehtimala qarşı bir buna da baxaq. Aha, görək burada bizdən nəyi soruşur. Bax, burada nə deyir? Deməli, termistoru qızdırdıq. Burada temperatur artanda tez müqavimət düşəcək. Müqavimət düşdümü, lampa biraz da parıldayacaq. Müqavimət axı imkan vermirdi. Yəni cəryan şiddəti artar, bunun parıltısı da artar. Ancaq bu birincinə dəxli yoxdur da. Bu yazıq qıraqdadır. Bunun bu söhbətə nə dəxli var ki? Ona görə birinci artar, ikinci dəyişməz. Yox, bu yerləri səhvdir. İkinci artar, birinci dəyişməz. Yəni onu özünüz düzərsiniz. Siz bildiniz də mən nə dedim, yəni onu öz işinizdə artıq. 47-yə baxaq. Yarımkeçirici diodda elektrik cərəyanının qeyri-əsas yük daşıyıcılar yaradırsa, qeyri-əsas yük daşıyıcı nə demək idi? Baxın indi, burada müsbətdir, burada mənfidir. Normalda necə olmalıdır? Müsbət tərəfdə P olmalıdır, mənfi tərəfdə Y olmalıdır. Düzdür? Elektron, bir də deşik olmalıdır. Nə zaman? Əgər desəydi ki, bizə əsas yük daşıyıcı. Ancaq bizə deyir qeyri-əsas, onda biz bunu tam tərsini götürəcəyik. Bura E yazacağıq, bura P yazacağıq. Qeyri-əsas söhbətinə görə. Onda birinci hissədə E, ikinci hissədə P olduğu. YP burada yoxdur, heç nə, yəqin aşağıda variantların içindədir. Burada Y yoxdur, üzürlü sayın məni. Bircə dəqiqə N var, bir də P. E yoxdur, N var, P var. Elə onda gəlin N-i, bax bu Y-nin yerinə N yazaq. Belə deyək də sizə. E elektrondur, düzdürmü? N də negativ sözündən götürülüb. Yəni N tipli deyirsə söhbət mənfidən gedir. Elektron da mənfidir. Düzdür? P tip isə müsbət sayılır. Ona görə baxın, bax müsbətdə əgər qeyri-əsasdırsa N olacaq, mənfidə P. Bunların eyni fərqi yoxdur. Yəni N olsun ya da P olsun. Bunları mən qarışdırdım. Sonra vəssalam, bu qədər. Mən elə bilirəm ki, artıq bu nümunələrlə, bu izahla bu mövzunu tam şəkildə, rahat şəkildə işləyə bilərsiniz.